Salam uşaqlar, belə bir dim blok sualı var. Deyir, bərabərsini həll eləyin. Bu bərabərsini həll etmək üçün hər tərəf 3-ə vuraram ki, kəsirdən azad olsun. Onda olacaq 9x kiçikdir x kvadratı plus 3x çıxılsın 27-dən. Buradan da 9x digər tərəfə adlatsam olacaq x kvadratı. 3x-dan 9x çıxsa qalacaq 6x çıxılsın 27. Böyükdür 0-dan. Buradan da vuranda 27, daha doğrusu mənfi 27 toplayanda müsbət 6 eləyən olacaq müsbət 9 mənfi 3. Onda vuruq kimi yazsam olacaq x minus 9 vurulsun x üstə gəlsin 3 böyükdür 0-dan. Buradan intervallar üsulu ilə həll eləsək, müsbət 9 və mənfi 3-ü qeyd eləsəm, intervallara ayırsam, 9-dan böyük qiymət versəm müsbət, mənfi 9 arasında olacaq mənfi, mənfi 3-dən kiçik qiymət versəm olacaq müsbət. Bizdə də 0-dan böyük hissə lazımdır və ciddi bərabərsizlik olduğu üçün özləri daxil olmayacaq. Onda olacaq mənfi sonsuzluqdan mənfi 3-ə qədər birləşir 9-dan müsbət sonsuzluğa qədər. Yəni doğru cavab olacaq A variantı.